Yine kim bir sürü kosmetik vasitələr alıb. Təbii ki, mən. Gəlin görək nələr almışam. İlk öncə Nivea'dan micellar su almışam. Bu micellarka 11.79'dan 3 manat 50 qəpik endirmə düşmüşdü. Pantene'in saç üçün olan bu maskası. Pantene'dəki heç də illərin bir nömrəsidir. 13.79'dan tam 5 manat 80 qəpik endirimlə əldə etmişəm. Qiymətləri siz özünüz oradan hesaplayarsınız. Eda Taşpınarın bu bədən spreyi 14.89'dan 1 manat 90 qəpik endirimlə əldə etmişəm. 2 dənə parfüm almışam. Bunu canım həcərimin tövsiyəsi ilə almışam və Comfort Tabacco Vanilin orijinalını ala bilməyənlər bunu alsınlar. Əmin olsunlar ki, qalıcılığı və s. ondan daha yaxşıdır. Üstəlik inanmayacaqsınız, amma bunun biri cəmi 9.99'a düşürdü. Mən birini stopladım həmən. Birini isə açmışam. Bayıldım. Bizə tam çantalıqdır, belə kiçik ölçüdü çanta. Apar. Əla, super. Bella Oggi'dən birinə krem rəng göz üçün qələm almışam. Mən daha çox ağ istifadə edirəm. Bu markanı ilk dəfədə sınayacağım. Heç istifadə etməmişəm. 7.69'dan 2 manat 20 qəpik endirimlə əldə etmişəm. Yine bunu da Həcərin tövsiyəsi ilə almışam. Eveline'ın qələm eyelinerıdır. 8.99'dan 2 manat endirimlə əldə etmişəm. 6.99'a düşür. Daha ən çox sevdiklərimdən biri Divaj'ın bu göz kölgəsi oldu. 8.99'dan 2.90 endirimlə əldə etdim. Həmişə də makyajımda ən çox məhz zərlər soruşulur. Kabaret maskara 11.39'dan 2.10 endirimlə əldə etmişəm. Keşfetimi bu konkret alt üst etmişdi. Dedim mütləq sınamalıyam. Və mənim Olivia'dan aldıqlarım bu qədər. Bundan sonraki alış-verişlərimi sizlərlə bölüşməyimi istəyirsinizsə, bunu mənə bildirin şərhlərdə və videomu bəyənib məni izləməyə alın ki, bundan sonraki videolarımda sizin qarşınıza çıxsın. Sənin ən favori məhsulun hansı oldu?